Hamıya salam. Günün hansı saatına məni hardan izləyirsinizsə, hər vaxtınız xeyir olsun. Videonu editləyəndə fikir verdim ki, heç bu videoya başlıq çəkməmişəm, üzrlü hesab eləyin. Ona görə də elə bu videonun üstünə səs yazaraq sizi salamlamaq istədim. Gördüyünüz bu iki məhsul deyim, mənə hədiyyədir. Batumidən Nata mənə hədiyyə gətirib yoldaşıyla bir yerdə. Əslində bunların yanında 2 dənə də kofe var idi. Dubai şokoladlı, Jacobs'un kofesi idi və o qədər ləzzətli idi. Elə bil ki, Dubai şokoladını əridib içirsən, yəni elə bir effekt verirdi və çox bəyəndim. Sadəcə mən onu bu videonun çəkməzdən bir gün əvvəl Səbəyə gedəndə aparıb onunla bir yerdə yoxladıq. Nəysə ki, çox bəyəndik və artıq bu video çəkəndə o məndə yox idi. Amma yenə də sizə bu ikisini göstərmək istəyirəm. Bu ət ədviyyatıdır. Gürcülərə məxsus ətlərinə vurulan sırf bir ədviyyatdır. Hələ ki hansı yeməkdə necə istifadə edəcəyimə qərar verməmişəm, amma araşdırıb ən yaxşı halı ilə istifadə edəcəyimə əminəm. Dadını bilmirəm, heç vaxt yoxlamamışam. Ümumiyyətlə mən Gürcüstanda da olmamışam. Olanlar varsa və bu ədviyyatı tanıyanlar varsa mənə bir fikir versinlər. Bunu hansı yeməkdə istifadə eləsəm daha yaxşıdır. Bu isə maqnitdir. Mənim maqnitlər üçün ürəyim gedir və mən fikir vermişəm. Mənim dost tanışlarım da, elə özümüzdə bu il hədsiz çox maqnit gətirmişik bizim evə. Bu sıradan elə yapışdıracağam. Çox qəşəng oldu. Otaqda uzanmışdım. Buna baxın siz Allah. Bu kadrı qoymasam olmazdı. Əgər xatırlayırsınızsa, ötən günlərin birində dietik zapikanka resepti paylaşmışdım. Əslində linki hamıya göndərmişdim istəyənlərə, yəni. Amma təəssüf ki, bəzi izləyicilər həmin linkdən başa düşməmiş ya da ki, ümumiyyətlə Instagramları olmadığı üçün hazırlaya bilməmişdi və məndən xahiş elədilər ki, növbəti hazırlayanda mütləq şəkildə bunu videoya çəkim. Ona görə də bu hissələr ki, maraqsızsa keçə bilər, amma maraqlı olanlar mütləq şəkildə qalsın. Çünki yoldaşımın təkidi ilə mən yenə də zapikanka hazırlayıram və istəyirəm ki, resepti bölüşüm. Bu arada Instagramdakı xanımın qabı ilə mənim qabımın ölçüsü eyni deyil. Mənim qabım daha böyükdür. Mən öz göz qərarı deyirlər, nəysə ondan biraz ölçüləri artıraraq eləyəcəm. Ona görə də ola bilər ki, mənimki də tam mükəmməl alınmasın. Siz yenə də həmin videodakını da deyəcəm, mənim qatdığımı da deyəcəm və qarşılıqlı olaraq hansısa uyğunsa onu da eləyərsiniz. Arxa fonuma fikir verməyin, orada qabları yuyub yığmışam deyə biraz qabları yığılıb. Deməli, öncəliklə 400 qram 5%li kəsməyik. Amma xanım orada deyir ki, 200 qram 5%li, 120 qram isə 0.1%li kəsmə istifadə etmək lazımdır. Məndə belə bir qab olduğu üçün mən öz qabıma uyğun təxmini öz ölçülərimlə eləyəcəm. Ümid edirəm yaxşı alınır, onsuz ilk nəticəni görəcəksiniz. Yaxşı alınsa ki, məncə çoxumuzun evində belə bir qab var. O incə uzun qabdan hər adamın evində olmur. Əgər o qabdan varınızdırsa, həmin xanımın resepti onu kifayət eləyəcəksə, mən bunu öz reseptinə eləyim görüm necə alınacaq. Mən üzərinə qarağatla malina istifadə eləyəcəm. Belə paçkalarda yoldaşım gəndə alıb. Qiymətləri üstündə yazılıb. Bravodan alıb bunları. Mən bunları indi bir qaba tökürəm. İkisini də elə bir yerdə. Bunları qoyuram suda ki, mən tam olaraq bunu hazırlayana qədər yuyulsun. Daha doğrusu üstünün çirki falan geçsin. Sonra da onsuz da qarışdıraraq yuyacağım. Bu qədər kifayətdir məncə. Çünki ancaq üstünü bəzəmək üçün istifadə edəcəm. İçərisində yəni o qədər də içərisinə qatmırıq da. Yəni üstünü bəzəmək üçün istifadə edirik ancaq. Meyvələrin içərisində ağ rəngdə belə qəribə bir soxulcana bənzər cücə olur. Ona görə də bu mənzərəni görməmək üçün yaxşı-yaxşı yumaq lazımdır. Arxadan belə bir işıq yansıması var. Ümid edirəm sizi narahat eləmir. Deməli, videoda xanım bütün hər şeyi tökür, daha sonra yüngülvari mikserlə və yaxud da çırpıcı ilə qarışdırır. Mən mikserlə qarışdırmanı seçirəm, çünki mənim qollarım çox tez yorulur, ümumiyyətlə nəsə qarışdıranda. Ona görə də ən az xodda mikserlə qarışdıracağım. İndi gəlin hər şeyi tökək. Mən nədən nə qədər qatsam onu deyim sizə. Mən bu kəsmiklərdən istifadə edirəm. Dadını ən çox bəyəndiyim kəsmik budur. Dietik olsun deyə mən 5%-dən istifadə edirəm, amma siz diyetdə deyilsə daha yağlılıqlı olandan istifadə edə bilərsiniz. Bunların özü bu arada 200 qramdır, yəqin ki bilirsiniz. 400 qram lazım olduğu üçün 2 paçkanın ikisini də içərisinə əlavə edəcəm.
Düzdür, videoda xanım həm 5%, həm də 0.1% kəsmindən istifadə edib. Amma mən elə hər ikisini 5%-dən istifadə edəcəm. Ona görə deyirəm ki, videoya baxsaz daha yaxşı, çünki mən özümdən Amerika keşləyirəm, mamam demiş. Keçən dəfə kim oldu? Hə də, 2 səbəb də eləmişəm. Yoldaşımın mənə qarşı şübhəsi, nəysə. 3 dənə yumurta vuracam. Yay aylarında da yumurtadan elə qorxuram ki, laq çıxacaq deyə. Bu belə, daha sonra bir dənə banan qatıram. Mən bananın nisbətən belə qaralmışını seçirəm. Hətta daha da qaralsaydı bu daha yaxşıydı. Çünki şirinlik verir banan buna. Ümumiyyətlə bu şəkərsiz bir, görəsiz onsuz da, şəkərsiz bir şirniyyatdır. Və bunun şirinliyi banan, bir də ki baldan gəlir. Bir ədəd yetişmiş banan istifadə edirəm. Bir də bir dolu yemək qaşığı bal. Əslində balı tökməyə də bilərsiniz. Banan onsuz da tam qaralmış olsa yetərincə şirin olacaq. Sadəcə bizim bananımız mən istəyən qədər qaralmayıb. Ona görə də mən bal da istifadə edəcəm. Balı da xaldinka qoymuşum, deyə biraz bərkiyib. Gerək o xaldinka qoymaq daha. Kəmən balı daha xaldinka qoymaq yaxşımı? Bunu da belə tökək. Mən belə dolu yemək qaşığı tökəcəm. Ümid edirəm bu gün düşər. Burada əsas fərqli olan, hər evdə olmayan ingredient odur ki, düyü unu istifadə olunur. Bu markanı çox bəyəndim. Həqiqətən keçən də bundan hazırlamışdım. Bəyəndim. Yaxşıdır. Azərbaycanın da var. Hansı markaydı? Astaraydı, neydi? Belə bir markanın da var idi. Amma mən bunu seçdim. Bundan da 3 dolu yemək qaşığı tökürəm. Bu arada bu normal un kimidir. Biraz, daha doğrusu normal una bənzəyir, amma bildiyiniz şəkər pudrası kimidir. Hətta mən bunu əl vurmasam, elə bilərəm şəkər pudrası. Bunlar belə. Daha sonra içərisinə bir dənə vanil və bir dənə də qabartma tozu tökürük ki, şişsin. Mən ümumiyyətlə qabartma tozu və vanillərimi alıb belə qaba yığıram. Sonra yavaş-yavaş istifadə edirəm. Hər dəfə indirimdə olanda 5-5 alıb stoklamışam deyə həmişə əlimin altında var. Nə vaxt şirniyyat hazırlamaq istəsəm, yəni bir də onun balancı qaçmam. Gərək amma marketə gedəndə alım, çünki 3 dənə qabartma tozum, 4 dənə də şəkərli vanilim qaldı. Naqil tam olaraq başınızın üstündədir. Ona görə belə buradan bir şunur uzanır, üzürlü sayın. Neysə bunu qoşun. Ən yüngül formada. Bu arada bunun qarşılığında ehtiyatlı olun. Çünki birdən-birə un püskürə bilər. Ona görə də yavaş-yavaş qarışdırmağa çalışın. Bir də çəsnik nisbətən bərk olur. Bunu qarışdırıb ən yaxşısı elə gəlim. Deməli, biraz belə nisbətən qatı bir məhlul alınır. Belə bir şey. Daha sonra indi yağı kağızı sərim. Bunu bir dəfə də qarışdıram istəyirəm. Bu arada bunları belə qoyanda sürüşür çıxıraq ortası. Ona görə düzəlir. Yox, üçüncü sabah yiyəcəm. Sən mən deməli şirniyyat istəyib deyə ona lazım olanlar yazmışam çalsın. Deyir ki, aldatdı məni. Nəysə, siz də doyurasın. İdman getdiyim gündən yarım kəsmi yeyirəm mən. Sən yemirsən? Kəsmirsən mi? Kürdüsən? Bunlar atılın. Yox, deyil. Proteindir. Sən peynir yeyirsən, inək peyniri. Yaxşı da işləmir. Yağı kağızımı belə sərdim. İndi gəlin bunun içine tökək. Qaşıq falan boş şeydir. Mütləq özünüzdə belə bir spatula alın. Hər şey 1 manat olan yerdə onsuz da 1 manata satırlar. Çox əldən tutur. İndi görəcəksiniz qabın vəziyyətini. Bilirsiniz, bunların hamısı yoldaşımın sırf pulları boşa getməsin. Ailə büdcə... Hə? Meyvələr. Buradadır. Ailə büdcəmiz boşa getməsin. Yoldaşımın cibinin bərəkəti getməsin deyə
Baxın, dibini sıyırdım. Bu qabı yumağa ehtiyac yoxdur. Aa, sən buradaydın. Dəqiqə. Belə bir şey alındı. İndi üstünə də yediğimiz meyvələr düzək. Baxın, belə oldu. Biz bütün Kamranla bir yedi üstü meyvə ilə doldurduq. Sobaya qoyduq. ChatGPT-nin dediyinə görə 35-40 dəqiqə, amma xanımın dediyinə görə 45-50 dəqiqəyə bişəcək. Ona görə də mən ortalama 40 dəqiqə götürəcəm. 35 dəqiqəyə qoymuşdum. Bunu indi artırım. 40 dəqiqəyə qoyum. Ay, çox oldu. Əlimin də ayarı yoxdur. 40 dəqiqə. Vaxt getdi. Və hazır. Çox qəşəngdir. Düzdür, indi çox şişib. Birazdan belə tam yatacaq. Yəni, məncə çox qəşəng alındı. İnşallah dadı da ən az görüntüsü qədər qəşəng olar. Baxın, görün necə qəşəng görünür. Hər bir tərəfdə meyvə çoxdur deyə. Çox qəşəng görsən. Bu arada bişməmiş kimi görünür normalda, amma bişib. Onun teksturası. Bəli, teksturası belədir. Növbəti gündən salamlar və gördüyünüz kimi mən dırnaqlarımı düzəltdirməyə gəlmişəm. Artıq uzun müddətdir bura gəlirəm və çox bəyənirəm. Əvvəlki dırnaqlarım belə idi, French eləmişdik. Çatar çatmaz ustama dedim ki, bəlkə bunu artıq yumru ovala çevirək. O da mənə baş saldı ki, Vüsalə yox, bunun üçün çox qısadır. Düz çevirməyini çevirərəm, amma ürəyincə olmayacaq. O qədər qısa olacaq ki, yəni bəyənməyə bilərsən. Gəl ona görə də risk atmayaq, uzun saxlayaq və növbəti səfər artıq oval eləyərik. Mən də razılaşdım, çünki mən düşünürəm ki, bu işin biləni odursa, ən yaxşı məsləhətdir o verə bilər mənə. O nə deyirsə odur. Mən hər zaman bütün sektorlarda belə davranıram. Əgər bir işi məndən daha yaxşı bilən varsa və mən onun yanına gəlmişəmsə, onun dediyinə önəm verirəm, fikir verirəm. Bilmirəm sizdə vəziyyət necədir. Ona görə də israr eləmədim. Beləliklə dırnaqlarım yerində kvadrat qaldı, amma qəşəng bir manikür elədik. Dırnaqlarım özünə gəldi. Sizdə necədir? Mənim dırnaqlarım hər dəfə o ət hissəsi olur. Deyəsən kutikula deyirlər, nə deyirlər? O qədər sürətlə uzanır ki. Ümumiyyətlə mənim dırnaqlarım çox sürətlə uzanır. Maşallah, maşallah. Burada da rəng seçirəm. Mən ən pis müştəri tipiyəm. Yəni əsla rəng seçib getmirəm və yekun olaraq belə bir rəngə qərar verdik. Videonu Instagram üçün çəkmişdim. Üzrlü sayılana görə yanlardan biraz kəsikdir, amma məncə əlimə yaraşdı. Siz nə düşünürsünüz? Mütləq yazın. Evdə özümə belə kofe hazırlamışam. Mənim ən sevdiyim kofedir. Yeri gəlmişkən göstərim. Baxın, bu kofedir. İndi rəydə böyük ehtimal bəziləri yazacaq ki, bu pesokdur və s. Bilirəm, mən demirəm ki, bu acı bir qəhvədir. Xeyr, bu şokoladlı və südlü, hətta pesoklu bir kofedir. Amma dadı xoşuma gəlir. Önəmli olan budur. Bu qız belə başa düşürəm ki, dinc dayanmır. İndi kameranı söndürdüyüm müddətdə belə bir brownie bişirmişəm. Ümid edirəm dadı yaxşı olar. Əgər yaxşı olsa növbəti səfər mütləq sizinlə hazırlayacağam. Bir izləyicim yazmışdı ki, bəs Mia ilə Tosini daha çox paylaşın. Arxa fonda da Azizə xanımın səs gəlir, çünki o vloquna baxıram. Mən ümumiyyətlə xoşum gəlir YouTube'da vloqlara baxmaq. Məsələn, orada gedir, əsla da qabağa yığmaram. Heç bir YouTuberin fərqi yoxdur, sıxıcı oldu, olmadı. Əsla qabağa yığıb o haqsızlıq eləmirəm, çünki özüm də bilirəm ki, o videoya zərərlidir. Yəni, nə mənada zərərlidir. Həmin hissələri maraqsız kimi göstərir. O da onun statistikasına aşağı salır. Nəysə belə. Deməli, Mia gəlib oturub üstündə. Deyirəm, Mia, mamam görsə ki, biz bu qədər mehribanıq, ağız-ağız oturmuşuq, səni də öldürəcəm, məni də. Elə Mia? Gözünə bax. Təmizləyirəm, yenə batırır. Təmizləyirəm, yenə batırır. Ay qız, yenə neynəmişsən? Yeməyi gözünlə yemişsən. Sən yeməyi gözünlə yemişdin. Pişiklərdən dəhşətlərcə huylanırdım. Bir qəribə olurdum da özünə astı. Amma indi... Bəlkə də balalıqdan bizdədilər. Ona görə lap da öyrəşmişəm. Gəl, paxıl, gəl. Deməli, bu arada bir şey də deyim. Bir dəqiqə videonu saxlayayım burada. Çünki səsi sizi narahat eləyə bilər. Yəni şey mənasında, arxa fonda 2 dənə səs gəlirmiş kimi. Deməli, Mia təzə gələndə mən yenə də biraz narahat olurdum, qorxurdum ani hərəkətlərindən falan. Ona görə demək olar ki, Mia'nı Kamran ilk günlər qucaqlayıb, qucağında yatışdırıb, nə bilim, bir sığal çəkən ən çox Kamran olub və ona görə də Kamranı o qədər çox istəyir ki, Tosi də təzə gələndə çox mağmun idi. Tosi Mia'dan 2 gün sonra gəldi, səhvləməmsə. Deməli, o qədər mağmun idi ki, mən də Tosini ancaq qucağımda hərliyirdim. Bir də yemək yemirdi Tosi təzə gələndə. Onun üçün ancaq qucağımda hərliyirdim. İndi Tosi mənə nasıl kimi görür, Mia da Kamranı. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl başladığımız bu iş yarımçıq qalmışdı. Çünki bizim çərçivələrimizə
uyğun gəlməmiş şəkillər. Ona görə də bu dəfə Kamran çərçivələrin dəqiq ölçüsünü götürüb və gedib belə şəkillər çıxartdırıb. Və nəhayət o möhtəşəm şəkillərimiz tam olaraq öz yerlərini alır. Birinci şəklimiz budur. Əslində mən keçən dəfə tamam fərqli şəkillər seçmişdim. Sadəcə olaraq bu dəfə nəsə fikirlərim qarışdı. Belə şəkillər seçmişəm. Bunlara baxın, sizcə də çox qəşəng olmadılar. Mənim ürəyim getdi, çox gözəl görünürlər. Bayaqdan ancaq bunları düzləşdirmək üçün bir tər olmuşuq. Ümumi divarda belə görünür. Aşağısında onsuz da masa var, üstü də belə. İndi də bütün evin işıqlarını söndürmüşük, fənər tutmuşam Kamrana. Burada belə bir, nə deyirlər buna? Rozetka. Rusla rozetka da Azərbaycanda bilmirəm düzdür. Üstü açıq idi. Açıq deyəndə, yəni kənarları yox idi gördüyünüz kimi. Onu dəyişdirdik. Və sizə son olaraq Sənibərin mənim üçün gətirdiyi hədiyyələri göstərmək istəyirəm. Əslində bu paketin nədir? Gördüyünüz kimi mən sizdən əvvəl bir dəfə açıb baxmışam. Gəlin indi bir yerdə də baxaq. Deməli bu Səbuhinin, yəni Sənibərin yoldaşının mənim yoldaşıma, yəni Kamrana hədiyyəsidir. Bunların arasındakı sevgi, hörmət də bir ayrı bizi bizdən alır. Çünki təsəvvür edin, dörtlü görüşəndə həmişə bizi qoyurlar, qabaqda gedirlər, nə bir yerdə karuselə minirlər. Nəysə, rəngləri də çox gözəldir həqiqətən. Hər ikimiz çox bəyəndik. Daha sonra belə bir maqnitimiz var. Bu da çox şirindir. Mənim tısbağalı bir dənə Maldiv maqnitim vardı. Onu indi sizə göstərəcəm. Bu da belə bir fərqli maqnitdir. Düzdür, fərqli maqnitlərdir. Sadəcə tısbağa simvolunu sevdiyimi bildirmək istəyirəm. Burada da balaca belə göz muncuğu var. Bu isə mənim, sizlə bölüşmüşdüm. Mən artıq cüzcü kolleksiyası yığacam deyə təbii ki, Sənibər məni çox yaxşı tanıdığı üçün sağ olsun mənə cüzcü alıb belə. Çox şirin, çox qəşəngdir. Üstündə Antalya yazısı və üzərində yenə də Antalyaya aid simvollar, məkanların şəkilləri və s. Bu da belə cüzcüdür. Ümumiyyətlə, yaxınlarınıza cüzcü almağı məsləhət görürəm, çünki çox qəşəng hədiyyədir. Həm çantalarını atıb istifadə edə bilərlər, həm də belə xatirə saxlaya bilərlər. Mən dediyim tısbağalı budur. Bunu da buraya qoyuram. Beləliklə, vlogun sonuna gəldik. Növbəti vloglarda görüşmək üzrə. Kanala abunə olub, like edib, komment yazmağı unutmayın. Hələlik!